Salam, hər birinizi xoş gördük, əziz dövlət qulluqçuları və dövlət qulluğu müsahibə mərhələsinə hazırlaşan namizədlər. Mən bu video vasitəsilə müsahibə barədə ümumi məlumat verəcəm. Bilirsiniz ki, bu yaxınlarda həm daxili müsahibə, həm də ümumi müsahibə elan edildi və bir çox namizədlər də çıxacaq müsabiqə üzrə müsahibəni gözləyirlər. Gəlin birinci daxili və ümumidən danışaq. Daxili müsahibə bilirsiniz ki, 6 iyul tarixində elan edildi və 20 iyul tarixinə qədər qeydiyyat olmuşdur. Ümumi müsahibə isə 15 iyulda elan edilmiş, 13 avqusta qədər qeydiyyat davam edəcəkdir. Hər birinizə bu müsahibədə uğurlar arzu edirəm. Əslində, bir çox namizədlər, dövlət qulluqçuları ümumi müsahibədə daha çox iştirak etdiklərini biz görürük və bir çoxları da mənə yazır yer seçimi ilə bağlı və yaxud da vakant vəzifə hazırlaşmaqla bağlı. Mən burada video çəkməkdə məqsədim ondan ibarətdir ki, bu dövlət qulluqçularını və dövlət qulluğu müsahibəsinə hazırlaşan namizədləri düzgün istiqamətləndirmək və maarifləndirməkdir. Ümumiyyətlə istəyirəm ki, birinci biləsiniz ki, bir dövlət orqanına müraciət edəndə ona necə hazırlaşmaq lazımdır. Bunu biz bilməliyik. Burada bizi gözləyir qanun, dünya görüşü və müraciət edəcəyimiz qurumun vəzifə təlimatları. Biz müraciət etməzdən qabaq həmin dövlət orqanının vəzifə təlimatlarına baxmalıyıq. Əgər bu vəzifə təlimatlar sizə çətin gəlirsə və yaxud da ki, çox gəlirsə, o zaman həmin dövlət orqanına müraciət etməyinin bir əsası yoxdur. Sizin sahəniz və sizin sahəniz hansıdırsa və ya sizə yaxın gələn sahə hansıdırsa, ona müraciət etməyinizi sizə tövsiyə edirəm. Və bir şey də yaddan çıxartmayın ki, əgər hər hansısa bir müraciət edeyim, görək necə olacaq deyə düşünürsünüzsə, bu məncə yanlış bir düşüncədir. Çünki həqiqətən də o vakant vəzifəni istəyən bir şəxslər ola bilər və biz onların haqqına girmiş ola bilərik. Biz ora yalandan müraciət eləyərək. Daxili müsahibədən başlaya bilərəm. Daxili müsahibədə vakant vəzifələrə baxanda biz Hesabın Palatasından 9 vəzifəni görə bilərik. Üzr istəyirəm. İqtisadiyyat Nazirliyinin 3 vəzifə, Maliyyə Nazirliyinin 3 vəzifə, ümumiyyətlə nazirliklərdən kifayət qədər vakant vəzifələr çıxmışdır daxili müsahibəyə. Ələxüsus icra hakimiyyətləri daha çox üstünlük təşkil edir. Ümumi müsahibədə belədir. Ümumi müsahibə dedik yaxın 13 avqust tarixinə qədər qeydiyyat olacaqdır. Və ümumi müsahibədə də icra hakimiyyətləri və məhkəmələr daha çox üstünlük təşkil edir. Dediyim kimi, müraciət etməzdən qabaq, müraciət edəcəyiniz qurumun vəzifə təlimatlarına tanış olun və orada bizdə dil biliklərinə tanış olursunuz. Bundan əlavə olaraq da vəzifə təlimatlarına yanaşı bizim müraciət etdiyimiz qurumda qulluq funksiyalarında tələbləri ilə tanış olun. Yəni, mən geri dönüb baxdıqda nə görmüşəm? Bəzən dövlət qulluqçuları müraciət edir ümumiyə və daxiliyə. Qəbul olandan sonra artıq bir növ başqa bir quruma keçmək istəyir. Çünki qulluq funksiyasını tanış olmur. Qulluq funksiyası sənin o qurumda görəcəyin işdən nə iş görəcəksən, bir növ Lordilə bax, onun sizə izahını verir. Qulluq funksiyasını mütləq şəkildə tanış olun. Müsabiqə üzrə müsahibə gözləyən tələbələr var. Çoxdandır məsələn mənə yazırlar və yaxud da ki, sosial şəbəkələrdə deyirlər, zəng eləyirlər ki, bəs müsabiqə üzrə müsahibə nə vaxt elan ediləcək? Baxın, məndə olan ən son məlumat budur ki, demək olar ki, dövlət orqanlarının əksəriyyəti, çoxusu artıq vakant vəzifələri Dövlət İmtahan Mərkəzinə yönləndirib. Və Dövlət İmtahan Mərkəzdə mən düşünürəm ki, avqust ayının 10-na qədər həmin vakant vəzifələri elan edəcəkdir. Ən son elan olunmuşdur, bilirsiniz ki, yanvar ayında və fevral ayına qədər qeydiyyat davam eləmişdir. Artıq üstündən 6 ay keçmişdir, hələ də müsabiqə üzrə müsahibə elan edilməmişdir. Ona görə də mən düşünürəm ki, avqust ayının 10-na qədər elan ediləcəkdir və elan ediləndə də dediyim kimi, hansı dövlət orqanı seçməyinizi çox önəmli əhəmiyyət kəsb edir. Bundan əlavə olaraq, əziz yoldaşlar, dövlət qulluqçuları, gəlin bir şey ümumiləşdirək. Dövlət qulluğu müsahibə mərhələsində biz nəzəriyyədən qaçmalıyıq. Mənim YouTube kanalımda gördüyünüz kimi videoların əsasının əksəriyyəti mahiyyəti, praktiki və lor dildə izah etməkdir. Ona görə də siz də müsahibələrdə uğur qazanmaq istəyirsinizsə, müvəffəqiyyət əldə etmək istəyirsinizsə, bizim müsahibə qruplarına qoşula bilərsiniz. Həm ümumi müsahibə üzrə, həm də daxili müsahibə üzrə mənim bu həftə ərzində yeni qrupum başlayacaqdır. Həm də mən bunun üçün sizlərə elan etmək istəyirəm ki, bu video vasitəsilə siz həmin qruplara qoşula bilərsiniz. İstər ümumi müsahibəyə müraciət etmişsiniz, hansı ki artıq daxili müsahibədə qeydiyyat bitib, ümumi müsahibədə 13 avqustuna qədərdir. Əgər həm ümumiyə, həm də daxiliyə hazırlaşmaq istəyirsinizsə, bizim müsahibə qruplarına qoşula bilərsiniz. Həmin qruplar bu həftə ərzində başlayacaqdır. Müsabiqə üzrə müsahibəyə hazırlaşan namizədlər isə çıxacaq vakansiyanı gözləsinlər. Mən təklif edirəm ki, hələ onsuz da qısa müddət qalıb, hələ ki başlayıb hazırlaşmasınlar. Vakant vəzifə çıxandan sonra mənə yazsınlar.
Bir yerdə seçimi eləyək, ən yaxşı qurumları seçək və biz başlayaq artıq müsabiqəyə hazırlaşmağa. Burada bəzi məqamlar var. Mən həmişə öz tələbələrimə deyirəm ki, hansı qurum seçməkdən çox şey asılıdır. Bizə lazım deyil evin yanımızda bir dövlət orqanı var, onu seçək və yaxud da ki 2 metr uzaqlıqdadır, onu seçək. Bu doğru deyil. Biz necə seçməliyik? Hansı dövlət orqanında daha erkən dövlət qulluqçusu ola bilərik? Fərqi yoxdur, biraz uzaq olsun, biraz yaxın olsun. Bizim üçün ən böyük əhəmiyyət kəsb edən bu olmalıdır ki, hansı dövlət orqanında daha erkən dövlət qulluqçusu olmalıyıq. Məhz mən öz tələbələrimi qeydiyyat başlayanda mən seçimi özüm edirəm. Buna uyğun da biz müsahibə nəticələrini siz görürsünüz və təyinatları da görürsünüz. Həm ümumidə, həm daxildə, həm də müsahibə gözlənilən müsahibədə yer seçimi ilə bağlı müraciət edə bilərsiniz və bu həftə ərzində başlayacaq yeni qrupa da qoşula bilərsiniz. Başqa bir suallarınız varsa, buyurub şərh hissəsində qeyd edə bilərsiniz. Növbəti videolarda görüşəndək.